Pika, dovşana bənzər kiçik gəmirici olmayan məməlidir. Onlar laqomorfa dəstəsinə, yəni dovşanlar və dovşana bənzərlərlə birgə aid edilirlər. Bədəni xırda, yumru və quyruğu çox qısadır, bəzən demək olar görünmür. Boyu təxminən 15-23 sm, çəkisi isə 100-350 qram arasında olur. Qulaqları kiçik, dairəvi, tüklüdür, dağlıq və soyuq iqlimlərdə yaşayırlar. Asiya dağlarında, Himalay, Tibet, Altay və sair bölgələrdə. Şimali Amerikanın bəzi dağlıq yerlərində. Ot, yarpaq, yosun və mamır kimi bitkilərlə qidalanır, yayda yığdıqları otu qışda qida ehtiyatı kimi istifadə edirlər, ona görə də onlara bəzən ot yığan dovşan deyilir. Maraqlı fakt, pikalar çox səsli heyvanlardır, yüksək fit səsi çıxararaq bir-birlərinə təhlükəni xəbər verirlər. İqlim dəyişikliyinə çox həssasdırlar, hətta bəzi növləri risk altındadır. Kanalımıza abunə olmağı unutmayın.